Hanım. Hoş gelmişsiniz. Sizi çoktan gözləyir. Bəs məni qarşılamır? Yox hanım, onun bugün xeyli işi var, məni göndərib. Buyurun. Buyurun əyləşin. Bir dəqiqə. Hanım cəsarətinə görə bağışlayın. Sizi görmədiyim bu bir ildə daha da gözəlləşmişsiniz. Sən bilirsən ki, kompliment xoşuma gəlmiş. Bağışlayın hanım. Nökəriniz dilini saxlaya bilmədi. Gel görün. Salam İğrenç. Aleykümselam. O kişi kimdir? Bizim təzə meşəbəyimizdir. Göyçək bir qızı var. Ancaq anadan gəlmə kördür. İşte. 37, 38, 39, 40. Yalan değilsen 35'te. Orada ne olur? Bir sen yanımda. Siz ol. Benim yanımda sen de gidip beni oyun kesme diye görün. Burada ne olur? Beşir Han, aşağı kənddə yanğın var. Buradan keçebilmez, yolu kesimler. Əngələ düşdük ki, məcburu köhnə körpüdən keçək. O da ki, sınıq söküldür. Üstün kent yanır. Tez ora sür, bəlkə bizim de onlara köməyimiz dəydi. Özgənin malıdır, atanızın değil ki can yandırırsınız. Üstü çok serbest tutursan. Bu yol bağlıydı. Anam, Kuda mənim kızımı hifz edin. Bu möcüzədir ki, maşın suya aşmayıb. O cavan oğlan köməyə gəlməsəydi, biz sağ qalmayacaqdıq.
kimsə görmüşəm. Sən kimsən oğlan? Hizmetçiniz Bəşir xanım dediyinə qalsa da ələcəm. Həqiqətdə isə meşədə odun qıranı. Zarafat edirdim ərbab, Sarı xanım təsdiq edə bilər. Bu bizim yerin pəhlivanıdır. Cümə günü hünərini görər. Bəlkə yaralıdır. Sana olmasa inanmıram güləşə bilsin. Kızım, apar onu evə, yaralarını sarı. Mən də görüm kətdə nə olur. Gedin, gedin. Hanım gönderip. Sağ ol. Bu hıyar Aycan. Buyurun. Armut. Buyurun. Alma Aycan. Kayıt. Hiç olabilir ki ben yiyeyim dostum evim yemesi. Koy onun da payını götürüp böyle yeni bilirsen. Bu böyle. Xuda mərhəmət diləyən bəndəsindən öz kəramətini əsirgəməz Sarı xanım. Kolunuza hiçbir şey olmuyor. Ama kürəyiniz bir şehirden yanıp. Mənim üstümə yanan dirək düşdü. Amma yaxşı ki o qızı xilas eləyə bildim. Çok ağrıdır. O qədər də yox. Qaribədir, mən hər yer Tehrandan bura təhsil zamanı gəlirəm. Amma sizi bir dəfə də görməmişəm. Bunun nəyi qəribədir? Varlılar kasıbları görə bilməzlər. Amma mən sizi çox görmüşəm Sarı xanım. Hətta lap yaxından görmüşəm. Doğrudan, siz yaxında yaşayırsınız. Yox, çayın o biri sahilində. Orada anamla mənim balaca bir daxmamız var. Çilikdə yaşayırıq. Amma darıxmır. Buzovumuz, soyuq cücəmiz də var. Keçən yay sizi bizim evin yanından keçəndə anam görüb demişdi. Xuda kəramətini Salar xandan əsirgəməmişdir maşallah. Görəsən nə fitnəsi var vay! Qaçım hər bir xəbər verim. Vay, bıçımsın bıçı vay. Mənə elə gəlir ki, sizlə Bəşir xanım bir-birinizlə arası yoxdur. Sizin möhtərəm atanız bilmir ki, mütəsərrifi Bəşir xan ayaq yalın, baş açıq, düyü əkini sahələrində min əzab məşəqqətlə çalışan yazıq arvadlarla necə kobud rəftar edir. Bir dəfə Bəşir xan o bədbəxtləri elə söyürdü ki, onun ağzını yummağa məcbur oldum. Bunu özünüz eşitdiniz. Bəşir xan arvadlardan birinə elə bir təpik vurdu ki, yazıq suya yıxıldı. Mən də oradaydım, bəli. Hələ sonrasını soruşun. Heç birisi ustadım onun dədəsinə necə oldu vurdu. Bir saniyədə hop verib onu başı üstə kaldırdı. 100 metre uzağa palçığın içine tolladı. Bilseydiniz necə angırardı. Vay dədə! Kimdir? Salar. Benim adım Sare. Özüm de Tehran'dan gelmiştim. Güneşi görürsün. Bəli. Qəşəngdir. Çox qəşəngdir. Mən? Sənin adın Lalədir. Bu adı mənə verir. O məni xeyli sevir. Yoxsa kim kör qızının qayğısına onun üçün qalar? Anam necə? Anam? Biçare anam beni doğan zaman ölür. Yani ki deyirsiz Sərvərdigara necə olub ki gitməsinə kördünüzsə? Belə niyə danışırsan Lalə? Məyər əslində belə deyil. Xudanın əmriyle her
bəndənin öz qisməti var. Niyə qismətim bu cür acıdı? Ah, başım geçməliyəm. Xuda. Biraz da tembel olma. 307 bir de 308 309 tembel olma işte 310 yıkıldım diye bir de aferin Sara Hanım'ın səsidir. Ne olur? Sizde ne olur? Aslında ben söğüştü birden götürüldü, ben yıkıldım, gerek ki ayağım buruk kullandım. Sürmeyi bilmeyeyim, bir dakika. Beni sormadan açılmak atayım. Zorba kime değilsin? Senin galet. Doğumun ağrıdı. Səbirli olun, qorxulu bir şey yoxdur. Mən siz bayaq məşq edirdiniz. Sabah şənlikdə mən kənddə güləşəcəyəm. Yəqin qalib görərsiniz. Nə olacaq? Məmnun olaram. Sözümüz sözdür boyunlu. Göngülen şir. Kodun merhametine. Yerrə bəskərlər. Usta, yadınızdadır, deyirdiniz ki size yeni pehlivanlar lazımdır. Yaxşı fikirdir. Bakmak lazımdır. Bence pis olmaz. Necə deyərlər, hem ziyaret hem ticaret. Bəsədi doğdadır. Vallahi bilmem. Oturma. Herif yan. Kimdir çok korkmasın. Dünyada onun için falan yok. Oruçtan zaldır. Tahminleri vardır. Yemeğe geliştim. Lan meselin sahneye göre özür soyup o kendine güreşeceğiz. Elbette kendi cemaati bu. Ata, onlar kimdi gəliblər? Selam erbablar. Çağrılmamış konak kabul edersin. Hadi elbet getir. Buyurun yerleşin erbablar. Buyurun, şimdi bu sağ şenliğimizin en maraqlı hissesi. Yerleşmesi başlanacak. Buyurun, buyurun. Görürsünüz uşaklar, laf bak. Maraqlıdır, kimler güreşir? Tanış olun, kızımdır. O da sizin kimi burada konağıdır. Tehran'da kendisleri bak. Dikkat, dikkat! Şimdi de pehlivanlar güreşecekler. Neresi yüreklere lerze salan keryanan pehlivan meydanda gördü. Doğrudan da kergedan değil, çaramaza da okşamır. Vallahi o fili de basmarlayıp yıkar. Keçenin aynı mesele boğup arkasında kolbak yemişti. Elbette. Hey kergedan! Buraya bak! Herif senin yeriyle vuracak zıngın çocuğu! Eşidirsiniz o laneti! Kergedan!
görüş açısında xeyli fərq var. Kənddə qayda qanuna baxan kimdir? Baxın, sizin Tehranda belə güləş görməzsiniz. Belə də güləş mi olar? Sındır boyundan olmuyor mu? Yoksa yazgı paşına sizlerde kayda bilir. Tamam getirebilir. O yüzden efeklerini tamam getirmirse bakmayın. Oğlum, atanın vəsiyyətini unutma. Güləşmə müddətdir. Nə badə rəqibinə ki, nə olur, onu şikayət edər. Doğru Bilirəm səni. Ana, Can olma, Xuda səni istəyir. sağ ol ana. Tələbəyə təbrik, hadi. Teşekkür. Tebrik ederim oğlum. Sen pehlivan cihan olacaksın. Biz onunla fakr edirik. Teşekkür. Aferin, aferin. Çok sağ olun. Teşekkür. Sağ olun. Kıyamet oğlandı. Gördünüz mü? Elbette. Ben memnuniyet onu Tehran'a atadım. Biraz meşten sonra o İran pehlivanları arasında birinci olur. Teşekkür. Oğlan benimle Tehran'a gidersen. Benim Tehran'da ne ölümüm var erbab? Ben buralarda anadan olmuşam. Dedem babam bu kentte yaşayıp ölübler. Ben de burada ölmeliyim. Burada atsız sansız kalmam. Şehir büyük olduğuna göre tabii ki yaxşı yaman da çok elbet. Düzdür sen bu yerlerde anadan olsan ama bütün ölçenin evladısan. Vətənin şöhrətini ucaltmak borcundur. Şöhrət asanlıkla kazanılır. Gerek ağın teri tökesen. Ben sana kömək etmeye, pəhlivanlık sənətini öğretmeye hazıram. Belə bacarıqla sen pəhlivan cihan olan hem yerlilerin de seninle fərq eder. Erbabi olur İran'ın meşhur məşqçisidir. Ustad boş boşuna teklif etme. Razı ol. Benden savayı anamın bir kesiği yoktu. O bırakmasa ben hiç yere gitmeyeceğim. Cavan oğlan şüphesiz seni çok sevir. O istemez sevgili oğlunu yanında saklamakla dünya şöhretinden mehrum etsin. Hanım siz de ona değil. O gidecek. Çok güzel. Dileysi sabah gelirik. Xuda hafiz anacığım. Benden ötürü darıklı qayıtacağım. Xuda səni hiss et. İndi sizin nömrənizi
Gelin ileri gösterin dersinizi. Başlayın. Ne? Başlayın. Bunların texnikasına dikkat ver, çok bacarıklıdırlar. Sempur, İran'ın meşhur pehlivanlarındandır. Salam usta. Aleykümselam veziri. Aydın göster, tələsmə. Qəfildən qollarından dartıb sonra çarpazla. Yerə yıkmağı tekrar göster. İndi gördün ki bizim sənətdə möhkəm əzələ güc kafi deyil. Əsl pəhlivan gərək üç şeyə malik olsun. İnama, cağıla. Kifayətdir ərbablar, istirahət edin. Növbə sənindir. Baş soyun. Cəsurdur, xeyli cəsurdur. İldırım kimi cəhddir. Mən hazır, başlayın. Həbib aferin, cəld ol, koyma kursaktan yapışsın. Sağdan giriş. Aha. İşler düzeldi. Bundan sonra Bolur bütün ümidini bu keçi balasına bağlayacak. Firudin, təzə olan səni yaman taqətdən saldı. Ben ola. Niye olmur? Həbib biri ileri güreşersen, yorulmamsan ki. Yok, ne kadar yok. Həbib yaxşı başladı. Şaman vermiş, özü de yıldırım kimiydi. Parlak geleceği var, ancak meşk etmek lazım. La dursa. Meşe'nin Azadoğlu Habib, Ustad-ı Meşhur Habibullah Bolur'un rehberliğiyle uzun müddet yorulmadan meşk edir. Bütün güreşme fenlerini öğrenir. Başarılı genç pehlivan, azmi seherlerinde meşhur olur. Gazetler onun eksini ve hakkında çoklu megale derç edirler. Artık hiçbir pehlivan onun karşısında devam getirebilmez. Ülkenin en sevimli pehlivanı olur. Onun adı her yerde iftiharla söylenir. İndi İran'ın şanı şöhreti, onun bugünkü Zaloğlu Rüstemi Habib Pehlivan, Tehran'da keçirilen güleşme yarışında iştirak edir. Resmi 10. yıkan olmuyor. Oh, hep yüz. Arkana olsun. Cəld tərpən. Həbib, çalış ki, o səni qurşaqdan aşağı tutmasın. Burada Həbibdən başqa pəhlivan yoxdur. Elə çıxır ki, biz heç pəhlivan deyilik. Bəstir deyinci. Düz demirsən, sən nə paxılmı? Rəndələnməyənlərin mən gündə yüzünü yıxaram. Naxaşkar paxıllıq edirsən. Onu da bilmirsən ki, o sənə üstün gəlir. Ona görə də o pisliyirsən. Dəli kimi yapışma. Dəli kimindir? Söz tapdı. Haqlı deyirsən. Musevi, mən deyirəm yenə də deyir. Gibi qalib gəlsə də gərək ədavət bəsləməsin. Bildin? Hürmetli dinleyiciler, kazanmak için Tehran'da geçirilen yarışın ikinci günüdür. 3 dəqiqədir ki,
Necə olacaq? Nilüfer bu vəziyyətdə... Əhsən Mazandaram Pələngi. Səninlə fəxr edirəm. Usta, Ürəkdən səmimi təbrik. Ancaq çox da məğrur olma. Paytaxtın çempionu namını qazanmaq böyük hünərdir. İndi İran pəhlivanı olmalısan. Nəlufərdən güclü pəhlivanlar görəcəksən. Biraz istirahət sonra Xorasana. Yarım saat sizden ayrılmam. Ara belə gedirsən. İbadətgaha dua eləməyə. Sabah xeyli məsul gündür. Bağışlayın. Həbib, bax meşqə gecikmə ha. Baş usta. Dərgahına əl qaldırıram pərverdigara. Amin. Bilmirəm sən nədən ötürü ağlayırsan. Amma bilirəm ki, Xudavənd aləm öz bəndələrini aymid qoymur. Dərdini bəlkə əlaç tap. Dərdimə əlac yox. Oğlum. Oğlana nə olur? Xəstədir. Kaş o xəstə olaydı. Hər xəstəliyə dərman tapılar. Amma oğluma dərman yoxdur. Xorasanın yenilməz pəhləvanı, Keyvanın dərdinə əlac yoxdur. Sən məşhur Cahan Keyvanın anasısan. Axı ona nə olub ki, ana? Oğlum sabah Mazandaran Pələngi ilə güləşəcək, qorxur ki, davam getirməsin. Pəhlivan məğlub olmaqdan qorxmamalıdır. İndiyəcən qorxmurdu, amma indi bir qızı sevir. Qız da onu çox sevir. Mira varlı, adlı sanlı ailədəndir. Qızı ona vermək istəmirlər. Deyirlər ki, oğlum ona tay deyil. Amma İranın çempionu adını qazansa, onda toyuna razılıq verərlər. Mən anayam, ürəyim istədir ki, sabah oğlum məğlub olacaq. Həyatı, saadəti, əbədi pozulacaq. Öz yaşları tökmə, ana, ağlama. Allah sənin duanı eşidər. Oğluna sabah qələbə göndərər. Ana, arxayın ol. Oğlun mütləq qalib gələcək. Arxayın ol, ana. Necədir usta? Yaman hərifdir. Gedim hədbi tapım görüm orada neynir.
Berekallah. Habib, Stare Hanım'dan mektup var. Yazır ki sana inanırım. Mütləq İran'ın çempionu olacak. məyər buna sənin şübhən var? Mən elə indicə baxırdım, sənin rəqibin necə meşq edir. Onun keyfi o qədər də kök deyil. Mənə elə gəlir ki, o qorxur. Onun halını başa düşdüm. Elə ki, sənə girişdi, onu göz açmağa aramsız hücum et, üstün gələrsən. Rica edirəm sizdən. Ha? Olar mən bu akşam bizim uşaqlarım. İstəmirəm oteldə tək olum. Elələ vaxt tez keçər. Ancaq çox yubanma. Tez qayıt gecəni yaxşı yatmalısan. Sabah həll edici gündür. İnşallah udarsan. Hörmətli radyo dinləyiciləri, İranın çempionu namini qazanmaq üçün Məşhəd şəhərində güləşmə yarışı başlanır. Budur, paytaxtın qəhrəmanı Mazandaran Pərəngi alçı üstündə rəqibini gözləyir. Eşidirsiniz mi azarkeşlər Tehran qəhrəmanını necə salamlayır? İndi də cəmaat məğlub olmaq Xorasan çempionu Şeyban Hamidarı gürultulu alqışlarla qarşılayır. Əsas şərt əsəbləşməmək. Dedikləri unutma. Tez-tez hücuma keçdi şəxsi bir an belə əldən bıraxma. Stare xanım qələbənə inanır. Çalışarım usta. Bir neçə saniyədən sonra bu iki namidar pəhləvan niyə başlayacaq? Görəsən bu 50-ci görüşdə talih kimlə güləcək? Qalib gəlməlisən Həbibim. O Habibin ısrara vermeden hücum edir. Habib özünü güç ısrar edir. Bu ne iştir? Mazandaran Pərəngine ne oldu? Yine uzatırsan. Gözlüysən. Bu möcüzədir, nədir? Şeyban ağır vəziyyətdən çıxdı. Ay dəlisənə nə oğlum, çırp onu yerə. Axı, niyə çaşıb qalırsan? İşini bitir, hərəkətlə gəl. Anlaşılmaz bir hal. Səmi zamanı Habib birdən-birə süsləşdi. Görünür yorulub, təşəbbüsündə Xorasan pəhləvanına keçdi. O Habibin ısrara vermən hücum edir. Habib özünü güç ısrar edir. Bu ne iştir? Mazandaran Pərəngine ne oldu? Hörmətli izləyicilər, Xorasan pəhlivanı Şeyban Darımat rəqibinin iradəsini gördü. Mazandaran pəhlivanı kör.
pəhlivan Keyvan qazandı. O öz qələbəsiyle Mazandaran Fələngirin basılmaz olduğu bazı rəyləri elçə çıxardı. Səni hiss etsin, hayır, çox sağ ol. Sənə inanıram. Mərhəmətinin əvəzini Allah verər. Bu sözler neye lazımdı? Bizden ötəri şöhrətini, adını itirdin. Ne için? And iç ki bu sırraşmazsan. Senin elindədir oğlumun şöhrəti, namusu. Arxayın olana söz verirəm. De görün bu ülvi mərhəmətinə görə sənə necə təşəkkür etməliyəm. Sen bana ancak hayır dua ver. Pəhləvanlıqdan başqa nə iş görürsən? Uzaq kənddənəm, meşədə adı odun qıran. Məni isə pəhlivanı cahan eləmək istəyirdilər. Həqiqətən pəhləvanı cahansan. Bəs indi nə yiyəcəksən? Bilmirəm. Uğursuz bir pəhlivan Tehranda özünə nə iş tapa bilər? Öz kəndimizə qayıdacaq. Orada anam var. Sən öz oğlunu sevən kimi, o da məni sevir. Tez olun uşaqlar, yola düşürük. Hamını çağırın. Gəlirlər. Xudafiz. Sağ salamat gelin. Sağ ol. Hamı buradadır. Yaxşı ya. Xahiş edirəm biraz şokoladçısından verəsiz. Baxın ondan. Rica edirəm bunu qutunun dibinə qoyun. İstindən də şirinləri. Belə ki görünməsin. Başsın. Tez olun siz Allah, yoxsa maşın yola düşər. Qonaqpərəstliyinizə görə sağ ol. Xudafiz. Keyvancan sağ ol. Sağ ol. Yaxşı yol Həbib. Xudafiz Münirə. Xoşbaxt. Sağ olun. Xudafiz. Sağ ol. Sağ ol. Allah'ın keraməti həmişə səninlə olsun oğlum. Bunu məndən qəbul elə. Boş şeydir. Biraz şirniyyatdır. Çok sağ ol ana, amma neye lazım? Xahişimi rədd eləməkmə. Ver bura ana. Dost hədiyyəsi həmişə şirin olar. Kiçik bir şey olsa da. Xoşbaxtdır. Xuda inayətini, mərhəmətini səndən əsirgəməsin. Salamat.
uşağı burada saxlarsan, istəyirik biraz şəhəri gəzib dolanaq. Baş üstə. Yaman silkəliyir. Sadəlöv könlümdən mən canə gəldim. Cəfakeş canımdan təqamə gəldim. Mənsiz də dünyanın işi keçərmiş. Xəyyam, sən nə üçün cahanə? Xudaya. Belə olmaz Həbib, özünü bu qədər üzmə. Pəhləvanın taleyi belədir. Bugün o sənə yardır, sana ərdiyar. Gərək insan heç vaxt ruhdan düşməsin, qiyamını itirməsin. Gəl gedək, gedək Həbib. Bak bak. O mənə böhtan atır. Mən namusumu and olsun Allah'a. Bu pullar neredendir? Bilmirəm. Bilmir. Dedim sana bilmirəm. Öyleyse bizi başa sal görək diye keyvanı yere yıkıp üstüne koşan, biraz acıkta güç vurup arkasını kalçıya basmadın. Akı qələbə ovucundaydı. Niye donup kalmıştın? Çünkü pehlivanlık namusunu satmıştın. Bilmirsən. Satılmışsan. Senden hem... Məğlub olmuşam vəssalam. Başka söz ne diye bilərəm? Sen dedin, ben de inandım. Məğlub olmuşsan ya ki pulla satılmışsan. Bu murdar silahları sana ne için veripler? Sen namusunu... And içirəm ki bilmirəm bu lənətə gelmiş pullar hardandır. Niye? Ana bu dəhşətdir. İndi mən nə üzlü adam arasına çıxacağam? Hər yerdə deyirlər ki, mən Həbibə basıb qalib gəlmişəm. İnanmırdım. Axı bunu mən sənin için eləmişəm. Oğlum sən başa... Aram olsun mən binamusa, pul alınan saadət. Ana, elə bu gün sənlə Tehrana getməsəm özümü öldürürəm. Mən hakimlərə bir söz demədən təkrar güləşmə tələb edəcəyəm. Mən bir gün də olsa namusu ləkəl gəzə bilmərəm, ana. Başa düşürsənmi? Mən buna dözə bilmərəm. Elə bu gün gedəcəyəm. Xuda sağ ol uşaq. Ortak ol. Gəm yemə, dünyanın işi belə. Bizi yadda. Talih sənə yar olsun Həbib. Əlvida uşaq. İnşallah işlər. Əlvida yox, görüşənə dək. Sağ olun. Xuda hafiz. Fikrin nədir? İdman tamamilə eləmək istəyirsən? Mənə güləşməyə qadağan ediblər. Mən də gedirəm evimə, çarəm nədir? Mən odunqıran olmuşam. Əgər yenə də odunqıran olub odunqıran kimi ölsəm, vallahi mən bunda o qədər də böyük bədbəxtlik görmürəm. Satqın adama əl vermərəm. Məcbur elədi. Əli ətəyindən uzun qaydım. Camaat, budur geldi kendimizin satqın pəhlivanı. Onu necə qarşılayaq? Oyun kəsək ya başına şabaş dökək, hə? Şabaş kək. Bunu onun üçün namusundan artırdı. Ana.
Ana, Mənim südüm içən. ana, indi yenə səninlə əvvəlki kimi yaşayarıq. Mənim baltam hələ paslanmayıb ki. Mən onu hər bir etiliyirəm, baltı nədir? Çox sağ ol, ana. Sen, Ben danışmasam da Sarı Hanım bu varlı. Mütlak. yakın o da inanıp. Eşidilmir. Kimdi? Salam Lale. Sütare. Nice yaşayırsan? Çoktan görüşmürük. Bilseydim senden ötürü Sütare canım, ben nece darıxmışam. Sen geldin, bana salam Lale diyen kimi yüreğim pervaz etti. Ben özümü daha tenha hissettim. Dedemden savayı bu dünyada ben kime lazımam? Hiç kes benimle danışmır, hiç kim beni dinlemir. Ben her gün senin yanına geleceğim. Otur. Sen tek değilsen. Yok, Həbib de buradadır. O senin dostundu. Senin de. Eşitmişim birbirimizi sevirsin. Kim? Sen ve o. Ha, ben onu çok severim. Bundan sonra onunla bir yerde yanına geleceğim. Sabah gelersin. Dedem deyir ki sabah benim anadan olan günümdür. Siz verirsiniz. Sabah bu vakit yanında olacak Lalecan. Sabahki günü ben ömrümde ilk ve tesadüflükle gözleyeceğim. Merhametine göre teşekkür ediyorum Hudaya. Ben sana geçen görsek bağışlayacağım ki güzel saçların günün altında körlanmaz. Sağ olun. Yarın geleceksiniz. Söz verirseniz elbette. Geleceğiz Lale. Hudafiz. 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 Sabaha dek. Ala.
kərgədan. Niyə belə bikefsən? Axşam gələrsən yanıma. Yaxşı, yoxsa yenə bir fitnə qurmaq fikirdəsən. Salam hörmətli pəhlivan. Hara belə gedirsiniz? Stara xanımla işim var. Kör qızın yanına gedəcəksiniz. Bunu sen nereden bilirsen? Stara xanım özü dedi. Onun ayağı ağrıyır, getdi şəhərə həkimə göstərsin. Tapşırdı ki, sən Lalənin yanına tək gedəsən. Və bu örpəyi onun adından qıza verəsən. Bəs o demədin nə vaxt qayıdacaq? Yox, əşi. Qadın gözünü şəhərə saldı, tez qayıtmaz. Gərək bütüləy dükan bazarı gəzib dolansın. Məncə axşamdan tez qayıtmaz. Elə mən də bura axşam gələrəm. Xuda hafiz. Xoş gəlib səfa gətirərsən. Həmişə sənə şadıq. İcazə var xanım. Nə istəyirsən Bəşir xan? Ərbab Həbib məni göndərdi, xəbər verim ki, dediyiniz yerə getmək üçün onu biraz gözləyəm. Niçin? Dedi xanımdan üzr istəyirəm. Yaram açılıb şəhərə həkimə getməliyəm. Xudaya. Yaxşı get. Baş üstə Stara xanım. Xoşbaxtım. Mənim anadan olan günümdür. Qəmli mahnılar da oxumuram. Mənim dostlarım da söz verib ki, bizə gələcəklər. Onlar gözəl və xeyirxahdılar. Sənin üçün örtək gətirmişəm. Al, ikili də bizim üçün pis keçməz. Yaxın gəl görüm, yaxın. Yaxın gəl mənə, bana ne keçir? Bırak məni, sən mənə ne istəyirsən? Köməyə gəlin, köməyə gəlin. Yox, bırak məni, bırak. Yakarım, mənə yaxın gəlsin. Çəkil.
Kızım, hele bir kapırsan da ne öyle çakacak? Burada hiçbir seni... Beni! Bana yaşayacaksın! Çıldırma! Burada hiçbir Kör gözlerime kadını! Kör gözlerime kadını! Rahmin gelsin! Bırak! Bırak beni! Yemeğidir! Bırak beni! Lala! 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 Bəhşili yolar, onu mənimlə boğaram. Cəmaat axsıb gəlir, hamı daş yığır. Bəhşimin üçün. Sizi qoy kəssin. Her yolu dəstirdirsə qoy məhkəmə cəzasını versin. Kəndə qayda qanuna baxa qıza. Acımaq əvəzinə sizə saxlayırsınız, onu öldürmək lazımdır. Baxın cəmaat, bu örpəyle qızıb, sonra tamamlığa çəkib namusuna toxunmuşdur. Gərək belə var cinayətə görə bu namərdin cəzasını verək. Qoy onun qanı tökülsün, qoy onun qanı bu cinayəti yusun. Kızımın intikamını özüm alacağım. Qoy onun murdar qəlbini mənim gülləm parçalasın. Gərək onu dədə baba qansın ki bir köpəyin daha belə qərək eləməsin. Bəs mən indi neyniyim? Kaçmak lazımdır. Yoksa... Qorxaqlar təqsir olanlar çallar. Mən sənə təqsirkaram, nə də qorxağam. İstəyirsən səni atsınlar. Qulaq as diqqətlə. Qaç Starı xanımın yanına deynən ki, Qaç. artıq gecdir. Amma sən qaç, bütün dediklərimi ona yedir, qaç. Kaçtım kaçtım. Kaç. Yapma. Tutun onu, koymayın kaçıp canını kurtarsın. Çekilin geri, ben cinayetler değilim, kaçmak da istemiyorum. Bak şöhretpere, eğer sen bizim torpağına gelsen, Kuda bizden üç çevirer. Öldürün bu zinakarı ve tutalım. Andolsun Hazret Ali'ye, benim bu işten haberim yoktu. Tufek, bağlayın kolunu. Haşam bağlayın. Başka bir yolla gelmiştik. Bence el pehlivan hafifli olun. Yazık köy kızın namusuna el atıp hayatında şans gün görmeyen de
çok rəhimlidir, amma o rəhminize layık değil Sara Hanım. Dərsine satan dedesine rəhminiz gelsin. Bu kasakarı siz müdafiə etmeyin. Cemaat, niye durup bakırsınız? Vurun oraya, basın da ya. Onun yaşamak yoktur. Vurun, niye duruyorsunuz? Onu gözün götürmüş. Ya doktor, belki ona böğsen atırlar, leçenleyirler. Bu cinayette günahkar olduğunu tasdik eden sübutlarınız var mı? Ne olur? Bütün kent bura yığılır. Belki yine pehlivanlar eder. Yok, burada başka var. Kimi ise muhakeme edirlər. Başa düşmürəm, bu ki bizim Həbibdir. Elədir, özü ki var. Gözlerime inanmıram. Dayanın. El saklayın cemaat. Yalnız yoktur, o günahsızdır. Bırakın onu. Onlar yırtıcıdır nedir? Cemaat kulak asın beni. İnanın o namuslu adamdır. Hiç vakit bitmez. Yalgın burada silah var. Başa düşmem. Dünyada ot var. Buna benim sübutum var. Benim kadar onu tanıyan yoktur. O hali canahtır. Yüreği saftır. Günahsız adamı öldürmeyin. Kaçır buradan böğsene koy cemaatla seni silsin. Yok yok. Koymarım günahsız adamın kan çekilsin. Ondan mecburen öldürür. Dinin pelişine bırnısma yarı. Senin akıllı yoktur. Kaçır buradan. Buradan itme. Kimin sesi de o? Çığıran kimdi? Sana ne oldu? Kim çığırdı? Murdar İpek'ten. Sen bunun ne soruşursan? Onun sesinden tecavüz eden adamın... Kim yakın gelsin? Şimdi kabardım diyor. Habibcan! Habibcan! Kurtar seni oradan edin! Öğreni kaçırttılar Habibcan! Siz o. Habibcan! Habibcan! Oğlum ihtiyacım! Bakma ana. Sen gitme Keyvan! Kızı kaçır. Herhalde ben mi? Ahır keçdin əlimə. Haqq hesabı indi səndən düşürdərəm. Kəlmə şəhadətini oxu. Özün için oku. Sənə olmayacağım. Şimdi sən qarpız kimi şirə böləcəm.
Eğer sana çattı xain, hamısına göre cevap vereceksin. Sarı, mənə rəhminiz gəlsin. Hele bir yalvarırsan da mahkemeden cevap vereceksin. Aparın. Keyvan, neredesin? Gel bura, buradayım. Biz Keyvan'a teşekkür etmeliyik, evet. Ona minnettarıq. Eğer vaxtında yetişmeseydi Bəşir beni öldürmüş. Təşəkkür qalsın Sonriya xanım. Bizim Əbdülhaq hesabımız var, ona görə mən bura gəlmişəm. Amma deyir ki, Həbib son güləşində qəsdən mənə utulub. Amma mənə elə gəlir ki, namusla güləşirdik. Əgər mənim qələbəm yalandırsa, namusla məğlub olmaq mənə qəbuldur. Əgər nişanlı Münirə məni yalnız qalib gəlsəm sevəcəksə, qəpik belə məhəbbətə. Mən Sadık Olur'dan xahiş elədim ki, mənimlə bura gəlin. Həbiblə yeni görüşümdə hakimlik etsin. Biz sizin gözünüzün qabağında güləşəcəyik. Əgər utsam, çempion namı onun olmalıdır. Əgər mən utsam da namuslu pəhləvan adı sənə qaytarılmalıdır. Anam hər şeyi etiraf etdi, pula satmayıb. O ali cənablıq edir. Yox, məncə güləşmənizi sonraya qoymaq lazımdır. İkiniz də yorğun və yaralısınız. Görüşünüz Tehranda rəsmi şəkildə olmalıdır. Bu işdə namus məsələsi var, təxirə salmaq olmaz. Oğlum haklısın. Bu özü cavanın karşısında günahını yuyup temizle. Beni affet Habib. Bu cemaat karşısında and içirəm ki, kirli kutusuna koyduğum puldan hərfin haberi yoktu. Oğluma göre ben bu qələt eləmişəm. Neresi başlıyor?